Azərbaycan çempionatı 32-ci tur. Xırdalan 00-ın sponsorluğu ilə IQ Sportsun media layihəsi olan tura baxış dayanmadan davam edir. Sezonun ən sülhsevər turuydu bu tur. Bəli, məni qabaqladı Ələkbər. 5 maçın 4-ü bərabər. Biri 2-2, 3-ü 1-1, biri də 0-1. Bir də Sot yazanlar nətər deyirlər ona? Nə oyunda gəldi? bilmirəm, vallahi xəbərim yox. Sən nədən danışdın? Mıx deyir. Mıx deyirlər. Heç şey mıx deyirlər. Niyə görə mıx? Hansı oyundan başlayaq? Sabah Qarabağ finalda üz-üzə gələcək komandaların oyunundan başlayaq. Elə Qarabağın sadəcə 12-ci çempionluğunu rəsmiləşdirdiyi oyundan başlayaq. Öncədən gözləmək olardı Qarabağ bu oyunda xal itirəcək, büdürəcək. Hətta uduzacağını belə proqnozlaşdırmaq olardı. Çünki tamamilə heyəti dəyişmişdi Qurban Qurbanov. Tamamilə rotasiya eləmişdi. Və bunu da mətbuat konfransında da təkrarladı ki, mən il ərzində, mövsüm ərzində bir neçə dəfə bunu istəmişəm. Hələ bildim deyəcək ki, mətbuat konfransında Qurban dedi ki, bu komandanı mən yığmamışam. Mənə çağırdılar. Hamı deyir onu hələ. Yəni mövsüm ərzində Avrokuboklarda olarkən belə demişdi ki, mən rotasiya eləmək istəyirəm, amma fürsətimiz yoxdur. Bəli. Oyun qrafikinin sıxlığı ilə əlaqədar olaraq. Və o fürsəti aprelin son günlərində gördü, tapdı Qurban Qurbanov. Sabahla oyunda demək olar ki, bütün 11-liyi dəyişdi. Təbii ki, bu da onlar üçün yaxşı bir haldır ki, gec də olsa oyun praktikası əldə elədilər. Bəli. 1-1 əslində elə ədalətli nəticə saymaq olar. Bu xal onsuz da Qarabağa da sərf edirdi ki, 12-ci çempionluğunu rəsmiləşdirsin, bəli. Oyun doğrudan da belə maraqlı gedirdi əslində. Sonradan meydançaya buraxdığı futbolçular hansı ki, rotasiya eləyəndən sonra İsmail bilmirəm fikir verirdin yoxsa yox. O hansı ki çempionatda az şans qazananlar da çıxıb elə oynayırdılar ki, oyunda elə can yandırırlar ki, elə bil son nəfəs kimi də, yəni komandaya doğrudan da göstərmək istədilər, həm baş məşqçiyə, həm komandaya da ki, doğrudan da kluba yəni lazım olan. Biz də 11-liyə layiqik. Əlbəttə. Çünki adamlar oynayırlar Qarabağ qardaş. Bu 11-liyi buraxmasın, o birisi 11-liyi buraxsın. Yəni də çıxıb ola bilər hansısa bir balaca aksiyar ustalıq səviyyəsi o birisindən aşağı olar, amma sistem baxımından, oyun baxımından qardaş bu 11-likdə, o 11-likdə müəllim istədiyi, yəni ki, futbol oynayırlar yəni. Hər iki sistemdə, iki komandanın, iki klubun, iki sastavın ikisi də aşağı yuxarı, yəni eyni müəllim istədiyi, Qurban müəllim istədiyi həminə futbol oynayır. Sən demiş, bu oyunda elə bir oyun idi ki, bir xal da yəni bəs edirdi çempionluğu rəsmiləşdirəndən sonra yəni bütün oyuncular da dəyişdi. Oyun hardasa görsənirdi ki, elə bir heç-həsə qutaracaq. Görsənirdi. Amma Sabah komandasında yəni vurğulamaq lazımdır ki, onlar da baxmayaraq ki, Qarabağ qarşı oynayırlar. Hesabda da geridə idi. Ay sağ ol. Sənə bir sual verə bilərəm. De. Bir peşəkar futbolçu kimi. Sabah hal-hazırda 5-ci yerdə gedir, düzdür? 9 xal fərq var 4-cü yerlə, Turan Tovuzla. Və Sabah bir aydan sonra təxminən Qarabağla final maçı oynayacaq. Çox sağ ol. Bəli. Şey deyir, suflör deyə elə bilə. Final maçı oynayacaq. Ola bilər ki, Berezutski oturub fikirləşib ki, mən bunlarla, onsuz da mənim çempionatda iddiam demək olar yoxdur da. Yəni 9 xal böyük fərqdir də. Arxadakılar gəlib çatır ona. Başa düşürəm, arxadakılar çatır. Arxadakılar 4 xallıq fərqi var. Neftçi ilə 4 xal bu gün oldu. Dünən 5 xal idi. Yəni 5-ci, 6-cı yer fərq yoxdur. Fərq var. Fərq yoxdur. Necə yoxdur? Biri var mən 5-də qutaram çempionatı, bir də var 6-da qutaram. Bir imkan ver, sualımı verim də axıra qədər də. 5-də qutardı, 6-da qutardı. Hə. De qardaş. Sən nə istəyərdin? 5-də qutarasan, kubokda uduzasan finalda, yoxsa 6-da amma kuboka qazanasan? Hansını seçərdin qısa deyinə? Divizyona düşüb kuboku. Mən elə 5-ci yerdə qutaram, elə də bitirim. Malades, halaldır sənə. Sənə sual vermirəm başa. Sən futboldan başa çıxmır. Sənə verəm birinci divizyona düşüb kuboku. Ola bilər ki, deyirəm, sən hər şeyə razısan. Mən 5-ci yerdə qutaram, elə kubokda onsuz da azı qazanam. Pis cavabı idi. Mən o sualı verməmişdim. O cavablarda o variant yox idi. Mən istərdim birinci yerdə qutarım, kuboka da qazanım, gəm Avropada da polfinal oynayım şeydə. Qulaq as. Ola bilər ki, Vasili Berezutski
oturub doğrudan deyirəm, tam ciddi soruşuram. Oturub fikirləşib ki, biz onsuz da Qarabağdan final oynayırıq. Gəl bütün kozerlərimi açmayım onu. Yəni biraz çaşdırmaq kimi də Qarabağı, bir növ çaşdırmaq Qardaşım, kimi. necə çaşdırmağı il ərzində 4 Çaşdırıb, sən 18-də neçəsi oynamısan? Bəlkə ərzində 4 dəfə üzə gəlirsən. Bəlkə ümid eləyir ki, Qurbanın yadından çıxıb. oyun olacaq. Həftə 8 mən 9 sən. Azərbaycan çempionatında eyni komanda. 14-dən 15-də neçəsən var. Sual verdim, cavab vermədin. Koz əslində vermək istəməyən Qurban Qurbanov. Bir dənə şey qaldı, gəlib mənə kişdəsin. Bir dənə o qaldı bunun cavabında. Sən də şey elədin. Alik, sən deyirsən ki, bundan sonra səzdən heyəti dəyişsin, başqa uşaqları buraxsın ki, Kubokun başqa heyəti başa-baş mübarizə aparsın. Onu demək istəyirsən də? Bəli.